Salam, İki Sahildə mən Tural İsmayılovun təqdimatında siyasi baxış verilişini izləyirsiniz. Bu həftə kifayət qədər önəmli bir siyasi proseslə start götürür. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James Vance'in Cənubi Qafqaz regionuna səfəri dünya mediası tərəfindən də maraqla izlənilir. Özəlliklə vurğulamaq lazımdır ki, bugün Amerika Birləşmiş Ştatları ilə Cənubi Qafqaz arasında əlaqələrdə yeni bir mərhələ başlayır və təbii ki, Cənubi Qafqaz deyəndə Gürcüstan daha əvvəldən onsuz da Amerika Birləşmiş Ştatlarının Trumpdan əvvəlki Biden administrasiyası ilə siyasi əlaqələr qururdu. Amma bugün Trump administrasiyası çox sıx və fəal şəkildə Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və hər bir mənada gələcəklə bağlı önəmli əməkdaşlıqlara start veribdir və bu rakursda James Vance'in Ermənistana, Ermənistanın arxasınca isə Azərbaycana səfəri həm Azərbaycan, Amerika Birləşmiş Ştatları, həm Ermənistan, Amerika Birləşmiş Ştatları, həm də bütövlükdə hər üç ölkənin birgə gələcək siyasi addımları baxımından müstəsna əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları daha əvvəlki dövrlərdə özəlliklə Ermənistan tərəfindən Azərbaycan torpaqları 30 il ərzində işğalda qaldığı bir dövrdə həqiqətin, ədalətin yanında yer almırdı və biz ATƏT Minsk qrupunun Amerikadan olan həmsədrlərinin açıqlamalarında da əslində elə Amerikanın ATƏT Minsk qrupundakı fəaliyyətindən narazılığı açıq ifadə etdiklərini görmüşük. İllər sonra məşhur Amerikalı analitik Matthew Bryza özü də etiraf eləmişdi ki, Amerika Birləşmiş Ştatlarının ATƏT Minsk qrupundakı fəaliyyəti o qədər də təqdir edilən olmamışdır. Amma nəinki o qədər. Sonraki dövrlərdə biz yenə ATƏT Minsk qrupunun Amerikadan olan həmsədri James Warlickin xatirələrini bilirik, verdiyi açıqlamalar yadımızdadır. Yəni Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya ilə birlikdə ATƏT Minsk qrupunun 3 həmsədrindən biri kimi işğalçı ilə işğala məruz qalan arasında fərqi qəsdən və yaxud da bilməyərəkdən ayırt edə bilmirdi. İşğalçı və işğala məruz qalanı tərəzinin eyni gözündə dəyərləndirməyə çalışırdı. Sonraki dövrlərdə də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında müxtəlif təbii ki, kontaktlar davam edibdir. Lakin Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində bəlkə də ən pis dövrlərdən biri Biden-Blinken tandeminin olduğu dövr hesab edilə bilər. Çünki Biden'ın prezident, Blinken'in isə dövlət katibi olduğu, amma faktiki olaraq Biden'ın hansı ahıl fiziki vəziyyətdə olduğunu da bütün dünya mediası görürdü və ona görə də demək olar ki, hətta kulislərdə Amerika Birləşmiş Ştatlarında Biden administrasiyasındakı siyasi qərar vermələrin elə bir növ Blinken tərəfindən həyata keçirildiyi də vurğulanırdı. Həmin dövrdə o münasibətlər daha pis bir vəziyyətə gəlib çatdı və bunun da günahkarı Amerika Birləşmiş Ştatlarındakı Biden-Blinken administrasiyası idi. Çünki bölgəyə qarşı obyektiv yanaşmaları yox idi. Azərbaycanın həyata keçirdiyi bir sutkadan da az davam edən antiterror əməliyyatından sonra etnik separatizm köklərinin bu bölgədən silinib çıxarılması məsələsində ölkəmizin oynadığı müstəsna rol görməzdən gəlinirdi və beləliklə Biden-Blinken administrasiyası dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər kifayət qədər zədəli bir duruma gəlmişdi. Lakin ondan sonraki dövrdə Donald Trump administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri baxımından müstəsna əhəmiyyətə malikdir. Əvvəla qeyd eləmək istəyirəm ki, cənab prezident İlham Əliyev bugün qlobal siyasi səviyyədə böyük keyfiyyətlərə malik olan bir siyasi liderdir. Elə biz fevral ayından danışarkən də sonuncu olaraq zəfərdən sonra ölkəmizdə 7 fevralda keçirilmiş növbədən kənar prezident seçkiləri və hətta bunu siyasi ədəbiyyatda zəfər seçkiləri kimi də adlandırıldığını görürük. O qələbənin olduğu, o qələbə seçkisinin həyata keçirildiyi və xalqın mütləq əksəriyyətinin səs verməsi ilə cənab prezident İlham Əliyevin yenidən prezident seçildiyi bir ay kimi fevral ayı xarakterizə olunur. Bu barədə danışmışıq, yazmışıq və cənab prezident İlham Əliyevin bugün hər bir coğrafiyada
fikrinə, vizyonuna, baxışlarına, onun narrativlərinə böyük ehtiyac olduğunu görürük. Yəni Prezident İlham Əliyevin siyasi mövqeyi və duruşu təkcə bizim region üçün deyil, qlobal siyasi münasibətlər aspektindən çox mühüm əhəmiyyətə malikdir. Və bu baxımdan Donald Trump da kifayət qədər ağıllı və praqmatik bir dövlət rəhbəri olaraq bölgəni, regionu tanımağa çalışır və əlbəttə görür ki, cənab Prezident İlham Əliyevin siyasi qətiyyəti var, xarizması var və qlobal anlamda müsbət dəyişikliklərə töhfə verən bir liderdir. Bu baxımdan da Trumpın cənab Prezident İlham Əliyev olan sayğısının və eyni zamanda etimadını da biz ən yüksək səviyyədə görürük. Əvvəla nəzərə almaq lazımdır ki, Donald Trump dəfələrlə özünün rəsmi sosial media hesablarında cənab Prezident İlham Əliyevə istinadlar eləyibdir. Özəlliklə həm də çox önəmli faktorlardan biridir ki, Azərbaycanın Xankəndidə etnik separatçılıq dalğasını bitirib, terrorizmə zərbə vurmasından sonra, hansı ki, bu etnik mənada terror törədən separatçılar Bakı Hərbi Məhkəməsində artıq yargılandılar və onların bir qismi ömürlük azadlıqdan məhkum edildi və bilirik ki, aylarla davam edən məhkəmə çəkişmələri oldu, şahid ifadələri səsləndi və bu da mən hesab edirəm ki, çox böyük tarixi hadisələrdən biridir ki, Bako Sakyanlar, Arkadi Kukasyanlar, eyni zamanda Aray Karutunyanlar və onların timsalında digər yargılananlar nəhayət törətdikləri cinayətlərə görə hüquq qarşısında cavab verdilər. Amma o cinayətlərin törədildiyi Xankəndi və digər şəhərlərdə keçirilən qlobal media forumda cənab Prezident İlham Əliyevin siyasi fikirlərinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump tərəfindən paylaşılması simvolik anlamda da, siyasi anlamda da böyük əhəmiyyətə malikdir. Çünki həmin o etnik separatçılardan, o terrorçulardan ötürü biz görürdük ki, Amerika Birləşmiş Ştatlarında Biden-Blinken administrasiyası hansı qəbul edilməz manipulyativ təsir və təzyiq üsullarından istifadə edərək Azərbaycana hücum etməyə çalışırlar. Və biz görürdük ki, məhz onların davranışları, onların hərəkətlərinin nəticəsi idi ki, Amerika Birləşmiş Ştatları Ermənistanla bir mənalı şəkildə hansısa müqavilələr imzalayırdı və regionda Azərbaycan faktoruna qarşı Fransa və digərləri kimi qısqanc bir münasibət sərgiləməyə çalışırdılar. Amma indi bugün Donald Trump və onun administrasiyası Azərbaycanın bu bölgədə aparıcı qüvvə olduğunu anlayır. Çünki Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar, pozitiv sülh mənzərəsi, eyni zamanda siyasətdə də sülh quruculuğu və sülh gündəliyinin trend bir hala gəlməyinin əsas yaradıcısı, əsas hərəkət verici qüvvəsi Azərbaycandır. Və məhz Azərbaycanın səyləri nəticəsində bugün Donald Trumpın həm də özünün elan etdiyi qlobal sülh yaratma missiyasında çox vacib həlqələr formalaşır və o vacib həlqənin içərisində Azərbaycanın sülh narrativləri böyük əhəmiyyətə malikdir. Belə bir dövrdə və biz görürdük ki, bölgəmizdəki bəzi güclər reallaşmalı olan, hansı ki, Ermənistan da bununla bağlı öz üzərinə öhdəlik götürmüşdü. Zəngəzur dəhlizi layihəsi ilə bağlı tamamilə ideoloji, heç bir siyasi və eyni zamanda politik bir çəkisi olmayan fikirlər səsləndirməyə çalışırdılar. Amma Amerika Birləşmiş Ştatları və Donald Trumpın bu məsələdə qətiyyətli mövqeyinin nəticəsi oldu ki, 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandı və bugün trip marşrutu deyə adlandırdığımız faktiki olaraq Zəngəzur dəhlizinin reallaşmasında Amerika Birləşmiş Ştatları müstəsna bir rolu öz üzərinə götürübdür və bu baxımdan da kifayət qədər önəmli siyasi fiqurlardan biri olan Amerika Birləşmiş Ştatları prezidenti James Vance'in Cənubi Qafqaza, Ermənistana və ardınca Azərbaycana səfərlər etməsi burada iki tərəfli münasibətlər, eyni zamanda üç tərəfli münasibətlər və trip marşrutunun gələcəyi ilə bağlı əldə edilən razılaşmalar çox böyük əhəmiyyətə malikdir və Vance'in Azərbaycana səfəri kontekstində Avrasiyanın parlayan günəşi kimi Azərbaycana bir çox investorlar gəliblər və bu həftənin əvvəlində cənab Prezident İlham Əliyevin qəbulunda dünyanın elm, texnologiya və innovasiyalar sahəsində ən önəmli şirkətlərinin rəhbərləri oldu və cənab Prezident onları qəbul edərkən Azərbaycanın potensialından, Azərbaycanın sülh yaratma missiyasından bir daha bəhs elədi və əlbəttə ki, cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bugün münaqişənin deyil, əməkdaşlığın tərəfdarıdır. Azərbaycan qlobal siyasi və hərbi
hərbi toqquşmaların deyil, əməkdaşlığın iki tərəfli, qarşılıqlı, çox tərəfli əməkdaşlıqların tərəfdarıdır və cənab prezident qlobal şirkət rəhbərləri ilə və Amerika Birləşmiş Ştatları Ticarət Palastasının rəsmi şəxsləri ilə görüşdə Azərbaycanın bu narrativini və vizyonunu bir daha vurğuladı və həm Vensin Cənubi Qafqaza səfəri, həm Azərbaycana Amerikadan önəmli nümayəndə heyətlərinin səfərləri ümumiyyətlə bu bölgədə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Ermənistan üçlü siyasi tandemi ilə bağlı çox mühüm gəlişmədir və bütövlükdə bu əməkdaşlıq siyasi, iqtisadi mənada ciddi əhəmiyyətə malikdir və hesab edirəm ki, qlobal ticari iqtisadi münasibətlərə də müsbət yön verəcək. Salamat qalın.